video görmək istəyirsinizsə, videonu bəyənin və ən əsası kanala abunə olun. Salam değerli izleyicilerimiz, hoş gördük. Her birinizin her vaxtınız xeyir olsun. Bildiğiniz kimi bu günlərim cümə günüdür. Cümə gününüz mübarək olsun. Gözəl izleyicilerimiz, çox sağ olsun mənim değerli qardaşlarım, xeyriyyətçi qardaşlarım. Hər birinizə ayrı-ayrılıqda minnətdarlığımı bildirirəm. Allah ruzinizi, bərəkətinizi bol eləsin. Allah malınıza, mülkünüzə bərəkət versin. Deməli, Şəkinin Dəhnə kəndindən bir gözəl qardaşımız 1000 rubl göndərib. Təşəkkür edirəm. Allah cibini bol eləsin. Allah min əvəzini versin. Saatlıdan mənim gözəl qardaşım, Beyrək qardaşıma öz minnətdarlığımı bildirirəm. 500 rubl göndəribdi. Çox sağ olun. Allah cibinizi dolu eləsin, Allah ruzinizi bol eləsin. Və gözəl qardaşımız, Allah səndən 1000 kərə razı olsun. Mənim gözəl dostum, gözəl qardaşım, şəhid qardaşı, Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə Allah şəfa versin, veteranlarımıza can sağlığı versin. Allah Taala ordumuzu qorusun. Şəhid qardaşı Kərbəlayı Ramin qardaşım, təşəkkür edirəm. Ramin qardaşımızın qrupuna öz minnətdarlığımı bildirirəm. Orada adların bilmədiyim qrupda gözəl xeyriyyətçi Kərbəlayı Həzi qardaşlarım var. Hamınıza ayrı-ayrılıqda öz minnətdarlığımı bildirirəm. Çox sağ olun, təşəkkür edirəm hər birinizə. Tamamilə xala xoş gördük. Zəhmətə sipərcə. Dünənlərim çox sağ olsun. Kərbəlayı qardaşımız qrupdan 356 manat pul göndərmişdilər. Bu günlərim o qardaşımız yenə 334 manat pul göndərdi ki, onun 200 manatını verərsən anıya, yerdə qalanına bazarlıq eləyərsən. Mən də bazarlıq elədim, gətirdim. Allah Taala onların ruzisin, bərəkətin daha da çox eləsin. 50, 100, 150, bu da 200 manat. Allah cibinizi dolu eləsin, Allah ruzinizi bol eləsin. Allah Taala malınıza, mülkünüzə bərəkət versin. Allah onun başından döksün. Ona bak, mən nənəsi qurban. Allah onun bak, o grupta olan bütün uşaqların başına dönüm. Onlara qurban olun. Allah görə bu yetimləri yadlarına salırlar. Xəqən, Allah sağ da deyməsin. Allah onlara deyməsin. İnansan mı Xəqəni? Bax, səndən başqa istir qohumlarım olsun ha. Bir adamdan bir Məmmədlədir mənim köməyim yoxdur. Sənin ayaqlarının altını görüb, sağ qurban olun. O uşaq, mən heç istəmirəm. Bax, görsəm iynə. Elə o uşaqları ki yadlarına salırlar. Onların hamısına bax, mən nənəsi qurban, mən bayısı qurban, nə bilim, cavandır, qocadır, bilmirəm. Allah onların and olsun verəcək, başlarına min dökəcək. Onlar ki, bu yetimləri sevindirlər. Mən and olsun, bax, bizə iki qatlarım, durma halım yoxdur, inan Xəqani. Sənin də başına dönüm, sənə qurban olum. Sən ki elə yada saldın onları. Onlar nə bilir ki, burada belə birdən aciz qadın var, yetim uşaqlar var. Onları sən işıqlandırdın. Sağ qurban olum, sənin doğan anıya qurban olum. Yani. Allah onların başından dönsün. Ne diyeyim, bilmirəm ne diyeyim. Allah heç kimi bala yanında utandırmasın. Allah heç kimi aciz vəziyyət, kimsəsiz qoymasın. Mən elə bil ki, onların bir kimsəsiz bayısıyam, anasıyam. Kim ki bana kömək eləyir, Allah onun min əvəzini versin. Çünkü bir yardımın, bir adamdan bir qızqara gəlmir. İnanırsan sən. Gözəl izləyicilərimiz, Ramin qardaşımızın ətrafında olan, qrupda olan qardaşlarımız ay o 2 dənə yetim uşağın deyir, biz ruzisini göndərəcəyik. Allah bizə verəcək, biz də onlara göndərəcəyik inşallah. Min versin. Amin. Bir şey vurğuluyum, gözəl izləyicilərimiz. Yəni, uşaqlar ikisi də yetkin yaşdadır deyilən, birinin 19 yaşın içindədir, birinin də 18 yaşın içindədir. Yəni, onun üçün çəkilişdə çəkmirik. Biri qızdı, biri oğlandı. Bax, bu nənənin üstündədir, nənənin himayəsindədir. Nənənin demək, gözəl izləyicilərimiz, bir şey də burada vurğuluyum. Bir şey də burada vurğuluyum ki, ananın 3 övladı var. 2 oğlu var, bir qızı var. Bir oğlu, bir qızı rəhmətə gedib. Bir dənə oğlu var.
Biri toysuz ölübdür, rəhmətə gedib, Allah rəhmət eləsin. Bilənlər. Bir oğlu var, bir oğlundan da 3 uşağı uşaq. var, 3 dənə körpü uşağı var. Elə qoy onu da çəkək, görsət, bax, o daxalda qalır. Yaydan yayılırlar. Bax, o daxalda qalır. Gözəl izləyicilərimiz, bir şey də vurğuluyum ki, elə bu nənə də şəhid ailəsidir. Yəni bunun qaynı da şəhiddir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. 91-ci ildən itkin düşüb. Allah qəni rəhmət eləsin bütün şəhidlərimizə. Allah qazilərimizə də can sağlığı versin. Allah xeyriyyətçi insanları qorusun. Amin. Sizləri Allahdan heç nə demirəm. Sizlərə ancaq bunu arzulayıram. Allah sizlərə uzun ömür, can sağlığı versin. Bir də sizlərə Allah ikiyüzlü insanlardan qorusun. Allah cibinizi dolu eləsin. Gözəl qardaşlarımızın göndərdiyi pulla bazarlıq eləyib gətirmişik. Bir də burada bir şey vurğuluyum. Tamella xala. Bazarlıq yığılmışdı. Hətta pulu da verilmişdi. Yığılırdı kloka Həzim Aşiyetdən. Bir gözəl qardaşımız, tanımıram. And ol Allaha tanımıram. Mənə gördü elə orada aynı oyun yığdırdığımı. Dedi 100% arasa sən yardım aparırsan. Dedim bəli. 5 manatda tulladım. Onu da verdim bu çiyələyə aldım. Mal almışdım çünkü. Çiyələyə aldım. Bunu elə karofkada gətirdim. Uşaq yiyər. Allah o qardaşımızın da cibin dolu eləsin. Allah min əvəzin versin. Deməli 200 manat verdim Tamel xalanın özünə. 155 manatlıq da aynı oyun almışam. Allah cibinizi dolu eləsin qardaşlarım. Allah bu sesi vəziyyətdən bu. Bunlar ağırdı bunlar. Bura sonra yığarıq. Özümüz kömək eləyərik, yığarıq. Allah qasarım. Allah köməklər. Amin. Amin. Amin Allah. Amin Allah. Allah sağlığı sağ eləsin. Allah bu uşağı bu gözəl asasdan əhlət eləsin. Amin. Ne diyeyim? Allah söz tapdırır. Allah köməyiniz olsun. Vallah fani dünyada yaşayırıq. Tamella xala. Fani dünyada yaşayırıq. Heç kim dünyanın tükədəsi deyil. Bu dünyada elənən yaxşılıqlar qalır. Elənən yaxşılıqlar qalır. Neçə dənə uşaqları ürəyin sevindirlər onlar. Nəvələrin. Bunlar nəvələrin. Gün uşaq sevin. Onların ilə duası onlara bəs. Ay Əlbəttə topa. ki. Bax saat onlara da. Gör bax uşaqlar da. Allah heç kimi çörəklə imtihana çəkməsin xəqəni. Bax o yavan çörək var. O 2 dənə çörək getsən də mabəst ha. Onu getdin getmədin. O kere mənim uşağımın başdaşını verdim. Bu gecə mən rahat gözümü yuma bildim. İnanırsan mı? 40 neçə gündür mən gecə yuxu yatmıram. Bax o çörək haqqı. Çörəkdə nəzi? Allah dağı bir dərd. Hə. İlkin toy saatına ilkin toysa bu gecə akşam saat 10 olmam çıxdım yattım. Elə bir ki gör neçə gün yatır. Elə bir kürəyim yanırdı. Bak o yanan kürəyim o qardaşlara qurban, o oğlanlara qurban. İnanın ki ne bileyim ne diyeyim ay xəqən. Allah sağda değmesin. Onlar çok sabiş gördülər. Bak bu aynı onu görən bir qırağa. O ki o daşın pulun yolladılar. Onlara bak mən analara qurban. Ne diyeyim? Sağ ol, sağ ol. Allah köməklərində dursun. Allah onları sağ eləsin. Allah onların nəzərində tutsun. Ay Tamella xala, Süleymana qalmayan dünya bu kiməcə qalacaqdı. Onlar da bilir nə iş gördüyün. Allah Taala göydən baxır. Allahın izni olmadan göydən yerə bir damcı yağış da düşə bilməz. Onlar da görür ki, qurban olum Allaha. Biz ələ açıqlıq eləyirik, biz yetimin qəlbini sevindiririk, acın qarnını doyururuq. Allah da onların ruzilərini daha da çox verir. Qurban olum Allaha. Allah hamısının canını sağ eləsin. Əl tutmaq əlidən qalar. Yəni, gözəl işlər görmək lazımdır ki, Allah da qarşımıza gözəl işlər çıxarsın. Bax, məni çəkiliş eləməsədir. Onlar nə biləcəkdir, belə bir kadın var. Bəzən, Tamella xala, bəzən bizdə çəkilişlərdə yazırlar, elə qoy o mövzuya da bir toxunaq. Bəzən gelib yazırlar ki, 2 dənə torba aparmısan, çəkib reklam edirsən. Bu reklam deyil. Bax, reklam bu günlərim səhər-səhər getdim mal bazarına.
Uzoy satılırdı. Çəkdim, reklam elədim, onların malı satılır. Pulumu da aldım, qoydum zümmə. Reklam budur. Bu reklam deyil. Bu günlərim mən dünənlərim bu ananı çəkib işıqlandırmasam, kim biləcəkdi ki, bu ana acdı, toxdu, heç kim biləsi deyildi. Heç. Yəni bu reklam deyil. Buna reklam deməyin, gözəl insanlar. Sadəcə bu bir elə bir ki, biz onu çəkib işıqlandırıb görsədirik cəmaata. Cəmaat da ürəyi mərhəmətli insanlardır bu günlərin bizim Bilmirsən, yanımızda olan. ölüm dərdin çəkirsən, sənin canından can gedib. Bilmirsən, borcun dərdin çəkirsən, qəbir daşın dərdin çəkirsən, uşağın tələbatını çəkirsən. Ya öz yoldaşım yox, Allah öləni, İndi ya uşaqların atası yox. Mən Allah- tək bir kadran bir evlat, tək bir. Allah rəşada eyməsin, o da fəhləli nə eləsədi. Biz öz balalarına baxa bilmir. Ay sağ qurban olma, ay sağ. Vallahi elə dünənlərim yardımı gətirəndə o biri oğlundan gedir söhbət. Elə burada qoy deyim, Allah haqqı yardım dünənlərim mən o Tamella xalanın o pulunu gətirdim, verdim, çəkiliş elədim. Dedim Allahın köməyi ilə kimsə yardım göndərəndə gətirib o uşaqlara da yardım verəcəm. Bilirəm, gözümün qabağında görmürəm ki, Sən mənə bir çörək getsən, onu mən onlarla bərabər əlbəttə ki, bir yerdə birinci onlar yeyəcək, birinci. Bilirəm. Allah gözəl qardaşlarım, Sağ ol. malınıza, mülkünüzə bərəkət versin. Bərəkət versin. Allah canınızı sağ eləsin. Allah cəmi izləyicilərimizin də ölənlərinə rəhmət eləsin. Amin, amin. Allah sizin də ölənlərinizə rəhmət eləsin. Şirin ağızla yiyin. Sağ ol qardaş. Allah onun pulun göndərən qardaşlarımızın malına, mülkünə bərəkət Amin, versin. amin. Allah onlara qurban olun. Allah onları min əvəzim etsin. Verəcək də. O ki, bax bu uşaqları sevindirir. Min verəcəyim, nə bilim. Gözəl izləyicilərimiz, bugün olan çəkilişimiz elə məhz bu yerdə bağlayıram. Allah cibinizi dolu eləsin, Allah ruzunuzu bol eləsin. Bir şey də vurğulayım gözəl izləyicilərimiz, qarşıdan Qurbanlıq bayramı gəlir. Qurbanlıq bayramı münasibəti ilə hər birinizi təbrik edirəm və bax belə az təminatlı insanlara, kimin ürəyindən keçir, kimin qurbanı varsa, buyurub pul göndərə bilər, qurban alıb kəsir, bax belə az təminatlı insanlara aparıb verərik. Allah bütün kəsilən qurbanlarımızı Allah sağ qəbul olun, eləsin. təşəkkür ederim. Sağ olun, mənim gözəl izləyicilərim, mənim dəyərlilərim. Sənin yerin cənnət. Sağ ol, sağ ol. Sən ki məni bu bəladan qurtardın. Dünənki bəladan qurtardın. O baş daşırım pulumu verdim. İnan ki mən ürəyim çatlayırdı. Bax o Qurana. O videomuz dünənlərim elə heç qırağı deyilən. Dünənlərim o videomuz şəxsən mənim evimdə mənim anamı dağladı və mənim kəndimdə bir neçə nəfərlər mənə dua elədilər ki, sən ki elə o Tamella xalanın kömək elədin, onun başdaşının pulu bağlandı. Allah haqqı deyir, kətdən çox adam deyir ki, biz dağlamışıq. Deyir ki, orada deyir, o sən çəkirsən adları, falan kəs o muat, bəhmən kəs bir belə, təzdən orada deyirsən, bir gözəl qardaşımız 356 manat deyəndə deyir, o sevindiyindən o ana nətər ağladırsa biz də ağladıq. Yəni, Allah heç kəsə görsətməsin, Allah heç kəsi çörəklə imtihana çəkməsin, bala ilə imtihana çəkməsin. Allah bütün balaları qorusun, Allah birliyimizi qorusun, güc birlikdədir, birliyə də hər birinizi dəvət eləyirik, gəlin bir olalım.